Bizə ABC üçbucağı verir və bu adi tənböləndir. Baxın, tənböləndir və buradan bura 7 perpendikulyardır. Biz düzbucaqlı üçbucağı əsasən AY-ni tapa bilərik. AY bərabərdir 13, 12 üçbucağından 5 olacaq. Çünki 13-in kvadratı 169-dan çıxıram 12-in kvadratı 144-dür. Bərabərdir kök altında 25, bundan da kök çıxır 5. Bura olur 5. İndi mən buradan bura perpendikulyar endirirəm. Perpendikulyar endirirəmsə, bura 12-dirsə, burada 12 olacaq. Bura bir K qoysam, deməli DY bərabər olacaq DK-ya, o da bərabərdir 12-yə. Ümumi bizdə 21-dir də. Bu bura 5-dirsə, onda AY bərabərdir AK-ya, o da bərabərdir 5 olacaq. Deməli, bura 5 veribsə, onda bura nə olacaq? 21-dən 5 çıxsaq 16. KC-miz də oldu 16. Ona biz DC-ni tapa bilərik də. DC bərabərdir. Biz baxın bunu 12-ni yaza bilərik 3 vurulsun 4 kimi. 16-nı yazıram 4 vurulsun 4 kimi. Onda DC olacaq 5 vurulsun 4 kimi. Yəni 20. 20. Bunu Pifagor teoremindən də tapmaq olar. 12-nin kvadratı 144. Üstə gəl 16-nın kvadratı 256. Bərabərdir kök altında 400. Ondan da kök çıxır 20. Cavab 20.